Salam herkese. Bugün Musiqi Nəzəriyyəsindən 30 test işləyəcəyik. Bu arada kanalımda daim Musiqi Nəzəriyyəsinə aid testlər paylaşılır. Girib yararlana bilərsiniz. Musiqi Nəzəriyyəsinə aid testlər hər həftənin bazar günü daim mütləq paylaşılır. Bugün də test işləyəcəyik musiqidən. Başlayaq birinci sualımızla. Deyir ki, not xəttindəki ilk xətt hansı notu göstərir sol açarında? Sol açarı skripka açarı deməkdir qısaca. Birinci xətt, yəni ilk xətt mi notunu göstərir sol açarında. Davam eləyək. İkinci. Musiqi sətrində neçə dənə dil xətt olur? Musiqi sətrində 5, yəni not sətrində 5 xətt olur. Hər xətt müəyyən oktavlara görə dəyişir. Hər xəttdə fərqli notlar göstərilir. 3-də nə deyir bizə? Deyir ki, do major qammasında neçə diyez və neçə bemol var? Çaşdırıcı sualdır bu. Do major qamması natural qammadır. Tam təmiz qammadır. Diyez və bemol yoxdur. Çaşdırıcı sual idi bu. Variant olanda təxmin eləmək olur, amma belə açıq suallarda biraz zor olur, amma ki yenə də asan bir sualdır da digərlərinə görə. Yəni başqa suallara görə indi do major deyir də, ola bilsin ki mi minor falan deyər, onlar artıq diyezli bemollu, yəni fərqli işarələri olan qammalardır. 4-də deyir hər bir notun uzunluğu nə ilə ölçülür? Ümumiyyətlə buna tam bir cavab vermək deyil. Necə deyim mən buna? Nümunə göstərə bilərəm. Bütöv yarım 4-də 1, 8-də 1 notda. Yəni ki, müəyyən bir vaxtdır, dəyərdir, müddətdir bununla. Hər ki 1 və 2 və 3 və 4 və sonra 1 və 2 və o mənada ölçülür də. Yəni ki, müəyyən fasilələr ilə, müəyyən vaxt ilə belə deyək. Davam edək. 5-ci tapşırığımızda, sualımızda deyir ki, piano işarəsi infada nə deməkdir? P hərfi ilə, bir P hərfi ilə belə, bir dənə P hərfi ilə işarə olunur belə. Pianosu var, piano, pianissimo, pianissimo. Yavaş deməkdir, sakit, yumuşaq mənasını verir. İtalyan dilindən götürülmüşdür. Sakit bir ifa tərzi deməkdir. 6-dir ki, forte işarəsi hansı mənanı bildirir? Forte də elə onun kimidir. Pianoya nəzərən forte, piano yavaş, sakit deməkdir. Amma ki forte güclü, ucadan, dinamik göstərir. Dinamik işarələrdir. 15-16-cı dərslər baxa bilərsiniz. Musiqi Nəzəriyyəsi kanalımda paylaşmışam bunları. Hər bölmənin sonunda da artıq testləri paylaşacağım bölməyə aid. Bu ümumi sınaqdır, qarşılıq sınaqdır. Yəni ki, güclü ucadan ifa olmaq deməkdir də. 7-də deyir ki, iki not arasındakı məsafə nə deyilir? Çox maraqlı bir sualdır. Hansılardır? İntervallar. Sekunda, tersia, kvarta, kvinta, sexta, nona, duodesima, kvartesima, testesima və s. İki not arasındakı məsafə interval adlanır. Davam eləyirik. 8-ci sualda deyir, oktava nədir? Oktava nədir? Oktava 8 pillədən ibarət məsafədir. 8 not doğrudan doya qədər. Tutaq ki, birinci oktavanın dosundan ikincinin dosuna qədər. Yəni orada do, re, mi, fa, sol, la, si, do notları daxildir. Do, re, mi, fa, sol, la, si, do. Birinci doda sayılır, axırıncı doda sayılır. Halbuki birinci oktavanın ilk notu ilə ikinci oktavanın ilk notu arasında olan məsafə. Dodan doya, redən reyə, midən miyə, fadan faya. Amma pianoda elə necə götürülür? Dodan doya götürülür də, redən reyə qarışıq olar. İlk not doda ona görə. Deyir ki, 9-cu sualımızda legato termini nə deməkdir? Bunlar xarici dillə gəlmə sözlərdir. Yumşaqlıq, axıcılıq deməkdir də. Halbuki buna aid bir dərs keçmişəm mən dinamikanı keçəndə. Notları bir-birinə bağlıdır, yəni kəsilmədən ifa etmək deməkdir də. Yumşaqlıq, belə axıcılıq deməkdir. Davam edək 10-cu sualımızda. 10-cu sualımızda nə deyir? Staccato necə ifa olunur? Staccato mən bu mövzunu keçməmişəm, çünki yox idi o mövzu. Nə deməkdir? Staccato notları qısa ayrılmış şəkildə ifa etmək deməkdir. Necə olur burada bəs? Notun necə verilib bizə? Not necə verilir? Notun üstündə nöqtə göstərilir, altında nöqtə göstərilir. Əslində keçmişəm, adının belə staccato olduğunu deməmişəm də indi. Notları qısa ayrılmış şəkildə ifa etmək deməkdir. Çox asan bir, yəni termindir. Davam edək. Nə deyir? Deməli 11-ci sualımızda ada temp göstəricisi necə ifa olunur?
Necə ifa olunur? Çox yavaş tempdir, ən yavaş tempdir. Duyğusaldır, sakit əsərlərdə, qəmgin əsərlərdə istifadə edilir. Onu bilin ki, güclü, belə şən əsərlərdə səslənir. Belə yavaş, hüzün, sakit də ki, hüzünlü gəlir də. Sakit deyəndə ağlı hüzünlü gəlir. Sakit ifa olunanlar, asta ifa olunanlar da ki, nədir? Belə ağızdır da, yəni ki, temp göstərisində belə qəmgində ifa olunur da, amma ən yaxşısı orta tempdə ifa olunanlardır ki, onların hamısını keçmişəm temp dərsində keçəndə. Allegro temp göstərisi nəyi bildirir? Bu da ki, adagio çox yavaş idi. Əksdir bir-birinə bunlar. Allegro da ki, tezdir, şəndir, enerjilidir, ritmik musiqilərdə olandır. Yəni belədir də. Yəni ki, tez, belə ritmik musiqilər, tam şən musiqilərdə deyə bilərik qısaca. Deməli, davam edirik 13-cü sualımızla. Deyir ki, metronom cihazı nəyin üçün ölçülür? 13-cü sual əslində metronomu biz dərs keçəndə bir çox şey üçün metronomdan istifadə etdiyimizi demişik. Tempin dəqiqliyini, tamlığını ölçür. Hər vuruş saniyəlik ritmi göstərir. Metronom cihazdır. Nə qədər vurursa, vururda indir. 1, 2, 3, 4 nə qədərsə artıq tempə görə dəyişir. O tempin dəqiqliyini ölçür. Saniyəlik tempi hesablayır. Davam edirik. 14-cü sualda bizə deyir ki, diyez işarəsidir bu. Belə. Diyez işarəsi notu necə dəyişir? Diyez işarəsi törəmə pillələrdir pianoda. Ağ pillələrin üzərindəki qara pillələr artırır da. Tutaq ki, do notu verilib. Do'nun üstündə, amma ki, do'nun elə bil ki, sağ üstündə var diyez işarəsi, not var qara pillə, o diyez işarəsidir. Do'dan sonra re gəlir. Re'nin arxasında qalmış olur. Baxın, çəkin bir dənə çəkməyə çalışacağam. Bu tutaq ki, pianodur. Pianodur. Bunlar da ki, indi pillələrdir də. Bunu elə götürün ki, bunlar ağ pillələrdir. Bu da ki, qara pillədirsə. Hər notun üstündə bir dənə. Baxın, bir qara pillə, 2 qara pillə, sonradan 1 qara pillə, 2 qara pillə, 3 qara pillə. Hər 2 qara pillənin, belə deyək də, solundakı not belə do notu olur. Bu do notu olaraq götürürük bunu. Bu nədir? Bu da diyezdir də. Bu da diyezdir. Do'dur, bu da re'dir, bu da mi'dir, bir də fa. Deməli, re'də bu qara pillə ki var ha. Re'də bemoldur. Re bemol. Notu aşağı salıb yarım ton. Bu yarım tondur da. Bu indi bir tondur. Bir ton olsa bu ağ pillə boyda olardı. Re'dən aşağıda yerləşir. Do'dan yuxarıda yerləşir. Do'nu zilləşdirir. Re'ni isə bəmləşdirir. Yəni ki, diyezdir. Yəni ki, diyez işarəsi nə edir? Notu zilləşdirməyə baxır da diyez işarəsi. Diyez işarəsi notu yarım ton zilləşdirir. Yarım tona, bir ton yox. Yarım ton qaldırır. 15-ci sualda deyir ki, bemol necə dəyişir? Bemol da ki, yarım ton endirir, aşağı salır, bəmləşdirir. Notu yarım ton bəmləşdirir. 16-da deyir ki, bekar işarəsi nə üçün istifadə olunur? Bekar, tutaq ki, veriblər birinci xanəmizi bizə. Bu belə bir qarışıq olur, amma üzrlü sayında, yəni çəkə bilmirəm burada mən tam olaraq. Burada da notlar da verilib gedib bir-birinin ardınca notlar da nöqtələr var burada. İkinciyə başlayırıq. İkinci tutaq pasajlar olsun, fərqi yoxdur da, skripkat ola bilər. Burada tutaq ki, diyezdən istifadə olunur və ya bemoldan istifadə olunur da, açar işarəsinin qarşısına verilir. Burada amma nə olur? Bu not ki, bas əsarı ki var ha, bas yox, skripkat ola bilər. Qoyulur bunun qabağında bekar işarəsi var. Bekar işarəsi belə yazılır. Diqqət yetirin bura. Bax, belə. Bekar işarəsi qoyulubsa, yenidən eyni notlar varsa, deməli, bayaqki melodiya eynidir. Bunlar eynidir, notlar eynidir. Sadəcə işarə var. Bekar nədir? Notu əvvəlki vəziyyətindən qaytarır, ayırır. Əvvəlki vəziyyətdə diyez var idi, diyezdən istifadə edirdik. Yəni, zilləşdirə çalırdıq notu. Və yaxud da bemol vardı, bəmləşdirə çalırıq notu. Burada bu bekar işarəsi ki qoyulub, ha.
Bax bu bekar işarəsi qoyulubsa, deməli diyez və bemolu ləğv edir. Bekar diyez və bemolu ləğv edir. Deməli mən bu dərsi keçmişəm alterasiya işarələrini keçəndə. Diyez, bemol, bekar bunlar hamısı alterasiya işarələridir. Davam edək 17-ci sualla. Takt nədir? Takt 17-ci sual takt nədir? Müəyyən sayda vuruşdan ibarət ölçüdür. 4-də 2, 4-də 3, 4-də 4 kimi ölçülərlə yazılır. 18-ə baxaq. Ritim nədir? Ritmi çox keçmişik. Çox deyəndə ki, keçmişik biz ritmi sizinlə dərsdə izah eləmişdim ritmi. Ritim, metr, xanə baxıb yararlana bilərsiniz. Bunlar düzdür, taktdır falan bunları keçməmişəm, amma ki ritmi falan keçmişəm də oradan daxilə baxa bilərsiniz. Səs və səssizliklərin müəyyən belə müəyyən deyəndə ki, ard-arda yığılmasıdır da ritim. Elədir ki, ard-arda yığılmadır. Ritim səs və səssizliklərin necə deyim, təkrarlanması da, təkrarlanması deyək, artırılması demək, təkrarlanması deyək. Bu deməkdir ritim. Həm də ki, musiqinin əsas, yəni ifadə vasitələrindən biridir də. Qısada desək, müntəzəm hərəkət deməkdir ritim. Davam edək. Melodiya və harmoniya arasındakı fərq nədir? Deməli, bunu yanınızda saxlayın ki, neçənci sual idi? 19-cu sual. Melodiya əsas səs xəttidir. Harmoniya müşayiət və ki, uyğun səslərdir. Yəni ki, melodiya qulağa tanınan ardıcıllıqdır da. Yəni ki, qulağa tanınan səs ardıcıllıqdır. Amma harmoniya melodiyadan fərqli olmuş olur. 20-ci sualda deyir ki, musiqi cümləsinə nə ad verilir? Musiqi cümləsinə nə ad verilir? Musiqi cümləsi fikri tam ifadə edən bir melodiyadır. Musiqinin cümləsidir. 2-4 taktlarla ifadə olunur. Onları keçirən dərs olaraq da bu indi testdir. 21-ci sualda deyir ki, 4-də 4 ölçü vahidi nə deməkdir? Xanədir də, yəni ki, hər taktda 4-də 1 vuruş olduğunu bildirir. 4-də 1 vuruş, 4 vuruş dalbadal. Deyir ki, 22-də minor ladını soruşur bizdən, hansı hissi yaradır? Minor ladı, minor qammadan danışaqdır. Lad qammaya əsaslanır. Öncə qamma keçilir. Minor qamması qəmgin qammadır. Major qamması şən qammadır. Deməli, 22-ci sualın cavabı olacaq. Minor qamması kədərli, duyğusal xarakter daşıyır. Yəni ki, qəmgin xarakter. 23-də deyir ki, major nədir? Majorda da ki, major adında şəndir, parlaq enerji səslənir. Davam edirik. Bu bizim deməli 24-cü sualımızdır. Tonika nədir? Tonika 3 səslidir. Yəni ki, qammanın birinci əsas səsidir, pilləsidir. Qammanın əsas pilləsidir. 25. Dominanta hansı pilləni bildirir? Dominanta qammanın 5-ci pilləsidir. Qammanı keçəndə keçəcək tonika, dominanta, subdominanta və s. Elə 26-da da soruşur ki, subdominanta neçə pillə aşağıdan yerləşir? Subdominanta tonikadan 4 pillə yuxarıdır və ya həm 4 pillə yuxarı tonika həm əvvəl gələ bilər. Subdominanta deyirəm də indi. Tonikadan həm əvvəl gələ bilər, həm sonra gələ bilər. Tonikaya nisbətən götürəcəyik indi biz bunu. Tonikadan əsas pillə tonikadır. Qammanın əsas birinci pilləsi tonikadır. Tonikadan 4 pillə yuxarıdır subdominanta. Geriyə qayıtsaq biz pianoda və s. alətlərdə 5 pillə aşağı sayılmış. Pianoda belədir. 27-yə baxırıq. Kondensiya nədir? Kondensiya musiqi cümləsinin sonunu bitirən musiqi cümləsini soruşurdu bizdən. Musiqi cümləsi dedik ki, tam fikir ifadə edən melodik bir cümlədir də. Yəni ki, taktlarla ölçülür. 2-dir, 4-dür taktlarla adətən belə olur. Bu kondensiyada musiqi cümləsinin sonunu bildirən akorların ardıcıllığıdır. 28-ci sualda deyir ki, polifoniya nədir? Polifoniya nə deməkdir? Polifoniya bir dərslərdə keçilən bir şeydir bu, yəni dərsliklərdə, məktəbdə keçilən kitablarda. Bir neçə səsin eyni vaxtda müstəqil şəkildə səslənməsidir. İndi baxın da, musiqidə geniş istifadə olunur. Görərsiniz, polifoniyadan çox rast gəlinir də polifoniyaya. Qədimdən bəri polifoniya anlayışı mövcuddur musiqi elmində. Monodiya nəyi bildirir? Monodiya
tək səsli ifadə, ifa daha doğrusu ifadə deyəndə ifanın da ifadə formasıdır. Tək səsli ifanın formasıdır, ifadə deməyək. Deməli, bir dənə də sizə deyim ki, ən qədim ifa musiqinin formasıdır da, ən qədim ifa formasıdır. Sonuncu sualımızla davam edək. 30-cu sual. Musiqi janrı termini nə deməkdir? Musiqi janrı, musiqi əsərlərinin növ və məzmununa görə bölünməsidir. Bir də deyirəm, musiqi əsərlərinin növünə və məzmununa görə bölünməsidir. Simfoniya, romans, qəzəl, marş, vals, opera və s. bir sürü, indi bir sürü deyəndə ki, bir çox var da musiqi janrlarımız var bizim. Deməli, bugünkü dərsimiz bu qədər. Test işlədik bugünkü dərsimizdə. Ümid edirəm ki, testləri və testlərin cavablarını bəyəndiniz. Əgər dərsi və videonu bəyəndinizsə, kanala abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Sağ olun, gələn dərsdə görüşənə qədər.